Cənazə otağında dəhşətli hadisə, bundan daha dəhşətlisinə baxın. Qısası, mən cənazə yulan otağındayam və bu ata örtülü vəziyyətdədir. Yanında 2 oğlu və 2 qardaşı var idi. Təəccübləndim ki, oğlu və qardaşı içəridən qapını açarla kilidlədilər. Adətən bizə bir şey lazım olar deyə və ya kimsə girməsin deyə qapını belə kilidləməzlər. Amma onlar qapını açarla bağladılar. Bu həyatımda gördüyüm ən ağır şeydir. Vallah bunu əsla unutmayacağım. Bu mövqeyi ömrüm boyu unutmaram. Hətta o dərəcədəki kişinin yuyulmasını tamamlaya bilmədim. Çöldən qapı döyülürdü. Tak tak tak. Oğulları və qardaşları içəridə idi. Qardaşı gəlib başımdan öpdü ki, şeyx, nə olar qapını açma. Niyə? Çünki qapını döyən adam qışqırırdı. Qapını açın, yoxsa sındıracağam. O kişinin böyük oğlu idi. Dedim ki, ey qardaşlar, belə olmaz. Böyük oğludur. Atasını görmək onun haqqıdır. Gördüm ki, qapını sındırmaq üzrədir. Qapını açdım. Hamısı bəyaz libasda idilər. Mən isə yuma paltarındaydım. Məni kənara itələdi və yuma taxtasında örtülü olan atasının yanına gəldi. Onun üzünü açdı və təsəvvür edin, bu mənzərəni təsəvvür edin. Atasının ağzına tüpürdü. Bu hadisə çöldə deyil, cənazə otağında baş verir. Atam bu vəziyyətdədir, mənə ehtiyacı var, ona dua etməliyəm. Amma mən gəlib onun üzünə tüpürürəm. Atası nə etmiş olursa olsun, bu mənə belə bir hərəkət etmək cəsarətini verməz. Kişinin bütün üzü tüpürcək içində idi. Dözə bilmədim, otağın küncünə keçdim və dedim, gəlin özünüz tamamlayın yumağı. Dedilər, şeyx, biz sənədir yaxı qapını açma. Hardan biləydim ki, böyük oğlu belə edəcək. Valideyn bədduasının müalicəsi yoxdur. Bu atanın səhvi idi, amma şahidə baxın, övlad nə qədər asi olsa da, Rəbbimiz onun cəzasını axirətdən əvvəl bu dünyada tələsik verir. Mən hamıya meydan oxuyuram, valideyn bədduasının bu dünyada müalicəsini tapa bilməzsiniz. Bunun sübutu kimi öz doğma qardaşımı göstərə bilərəm. 50 yaşı var, onun üçün bu boyda tibbi qovluq açılıb. 9 il Taifdə psixi xəstəxanada qaldı, 10 il Asiya ölkələrində müalicə etdirdik. Nəyin bahasına? Anamın ona etdiyi bədduaya görə. Anam onun əziyyətlərinə görə ona bəddua etmişdi. Sonra anam buna peşman oldu və kədərindən öldü. Onu öz əllərimlə Ruvays qəbristanlığında dəfn etdim. Anam öləndə bildi ki, bədduaya görə qardaşım bu hala düşüb və kədərdən ürəyi partladı. Qardaşım indi məcnun halındadır, heç bir tibb ona kömək edə bilmir. Valideyn bədduasının müalicəsi yoxdur. Allah bizə gözəl sonluq nəsib etsin. Hadisənin kökü, nifrətin səbəbi. Bəs səbəb nə idi? Səbəb bu oğlun arvadı idi. Bu kişi çox zəngin idi. Allah ona qapı açmışdı. 4 mərtəbəli bir bina tikmişdi və bütün övladlarını, qızlarını ora yığmışdı. Hamı pulsuz yaşayırdı, işıq puluna qədər hər şey pulsuz idi. Böyük oğlunu da öz yanına, aşağı mərtəbəyə yerləşdirmişdi. Amma oğlun arvadı işə başladı. Ata və ana yaşlı idilər. Gəlin hər gün ərinə deyirdi, anan mənə belə dedi, atan məndən bunu istədi, səhər yeməyi, çay hazırlatdırdılar. Oğlum beynini elə doldurdu ki, oğlu valideynlərinə nifrət etməyə başladı. Sonda arvadını götürüb evdən çıxdı və başqa yerdə yaşamağa başladı. Ata çox üzüldü, çünki böyük oğlu onun dayağı idi. Ata bütün övladlarını topladı, bu atanın səhvi idi və mülkünü bölüşdürdü. Dedi ki, bu bina Zeydin, bu müəssisə Ubeydin, Mədinədəki torpaq hissənin. Bütün mülkünü payladı, amma böyük oğluna heç nə yazmadı. Heç nə. Bu da oğlun qəlbində elə bir nifrət yaratdı ki, gəlib vəfat etmiş atasının üzünə tüpürdü.